Herkese salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, artıq bazarda yeni bir hype başlayıb. Yəni ki, qısaca bu hype nədir sizə bunu deyim. İlk öncə bu hype Zcash-dən dostlarım başladı gördüyünüz kimi. Zcash hamımızın bildiyi kimi. Bu yaxınlarda 40 dollar civarlarından 517 dollara yüksəldi və bundan sonra təbii ki, Dashcoin son bir ayda belə deyim, hardasa 300%-ə qədər yəni qazanc verdi və ondan sonra bu yaxınlarda internet kompüter, yəni ECP gördüyünüz kimi 130%-lıq bir yüksəliş əldə etdi. İndi bunların nəyə görə deyirəm, bu videoda açıqlayacağım sizlərə. Mina valyutası 72%-lıq bir yüksəliş əldə etdi. Desretdi, baxın bu valyuta 300%-a yaxın, belə deyim, burada möhtəşəm bir qalxış etdi tək nəfəsə. 300%-a yaxın bir qazanc verdi. ZKSYNC hardasa hal-hazırda 131%-lıq bir qazancdadır. Tezos indi artıq yüksəlməyə başlayıb və DGB valyutası isə dostlarım hələ ki 83%-lıq bir yüksəliş əldə edib. Yəni ortalama 2 qat qazanclar verib. Qısaca biz buradan nə başa düşürük? Artıq hype bir sözlə köhnə valyutalara keçmiş olduğunu görürük. Yəni bu da ki altcoin sezonunun başlama xəbərçilərindən biridir. Nəysə bu öz yerində. Ancaq dostlarım, bildiyiniz kimi kanalımızda son siqnal paylaşmışdıq. O siqnala ki kimlər qoşulubsa mənə şəxsdə yazarlar. Çünki bundan sonra başlayacağıq nə etməyə? VIP kanalında. Əsasən VIP kanalındakılar bu videonu sona qədər diqqətli şəkildə izləyin. Burada köhnə valyutaları təbii ki ən diblərdən tapacağıq yoldaşlar və ən dibdə olan valyutaların günlük, məsəl üçün buradan Dexen deyək ki açdıq, düzdürmü? Dexenin ilk öncə köhnə olub olmadığını yoxlayırıq və 2020-ci ilin valyutasıdır. Okey, bu köhnədir və bu bizim işimizə, məsəl üçün deyirəm, yaraya bilər. Və sonra dostlarım, valyutanı əlbəttə ki TradingView'da açacağıq. Qısaca bir dəqiqə mən sizə deyim. Buradan günlük alım satımını yoxlayacağıq. Əgər ki günlük volümü bizim üçün normaldırsa və RSI təbii ki dibdədirsə, yəni qısaca RSI sizə belə deyim 30-un 70 olmalıdır. 30 olanda, 30-dan və ya aşağı olanda qısaca RSI bizə al siqnalı verir. 70 və üzəri olanda RSI təbii ki bizə sat siqnalı verir. Əlbəttə ki dostlarım, mən sadəcə burada əsasən fokuslandığım konkret olaraq nədir? RSI-ın bir düzəltmələri, 2də ki RSI uyğunsuzluğu olanda daha çox bir kriptovalyutaya onda yatırım etməyi seçirəm. Qısaca köhnə valyutaları baxın bu şəkildə tapacağıq və ondan sonra analiz edib biz öz VIP kanalımızda təbii ki bunu anlıq olaraq paylaşacağıq. Yəni hansına yatırım edirəmsə bir sizlərlə də paylaşacağam. Yəni ki ola bilsin tez bazar 2 qat verdi və ya 3 qat qazanc verdi. Çünki bu dəqiqə təkrardan deyirəm, bayaqdan sizə bunları ona görə göstərirəm ki, köhnə valyutalara hype'lar gəlib. İndi isə ən dibdə olan, bazarda bir çoxunun görmədiyi, yəni insanların fərqində olmadığı valyutaları bir-bir araşdırıb, tapıb, çıxardıb onlara az-az miqdarlarda, yəni az-az dediyim, məsəl üçün 1000 dollar əlində büdcəm varsa o 1000 dolları növbəti etaplarda VIP kanalında paylaşacağımız köhnə kriptovalyutalara yatırım edəcəksən. Prinsipimiz bu səfər eynidirmi? Əlbəttə ki dostlarım eynidir. Çünki köhnə valyutalarda hype olduğu üçün indi ola bilsin ki hansısa Zcash kimi partlayıb uça bilər. Ona görə qısaca prinsip nədir? Məsəl üçün burada deyək ki 5 dollarda bu valyutanı satın aldıq. Əlimizdə aldığımız bir ədəd valyutanın biri 5 dollardan 10 dollara qalxdısa, 100 dollar pul yatırımsan, yatırdığın miqdar 200 dollar oldusa, ilk öncə qoyduğun 100 dollar mayanı götürürsən və ondan sonra yerdə qalan pulu riskə buraxırsan. Yəni hara qədər qalxar, yəni hara qədər qalxar deməyək, yəni
Deyək ki, mayanı satıb götürdünüz. Bundan sonra nə edəcəksiniz? Əlbəttə ki, dostlarım, əgər o pul sizi qane edəcəksə, istədiyiniz yerdə mayanı götürəndən sonra. Məsəl üçün 100 dolların oldu belə deyək, 1000 dollar, 1200 dollar. İndi hərənin dərdi, qəmi özünə, hərə nə qədər qazanmaq istəyər, özü bilər. Yəni hər kəsin burada riski özünə aiddir. İstəsən yəni gözlə bir valyuta 1000 dollara qalxıb 1000 dollardan 1 dollara düşsün və ya bir valyutanı gözlə 1 dollardan 1000 dollara qalxsın. Başa düşdünüz? Yəni bizim bu dəqiqə əsasən konkret olaraq fokuslanacağımız yer nədir? Köhnə valyutalar. Başa düşdünüz? Baxın, bunu qısaca sizlərə də buradan deyirəm ki, gedin köhnə valyutaları düzgün, bu arada baxın, volümün falan hamısını yoxlayın uşaqlar. Düzgün köhnə valyutaları yoxlayın, yaxşı, okey. Bunları deyək ki, DEX-də yoxladıq. Bunlar tamamdır. Bundan sonra nə edəcəyik dostlarım? Qısaca bunu da sizlərə göstərim. Deyək ki, bir valyuta köhnədir, düzdürmü? Yenə də baxın, Twitterlarını açmalıyıq konkret olaraq. Buradan Twitterlarına baxmalıyıq, son paylaşımlarına baxmalıyıq. Məsəl üçün 2 saat bundan öncə bir paylaşımı var, 2 saat bundan öncə bir paylaşımı var. Yəni görürük ki, Twitterda da aktiv paylaşımları olunur. Başa düşdünüz? Yəni ki, proyektin komandası proyektin başını buraxmayıb. Bildiniz necə? İndi isə biz bismillah deyib köhnə valyutalar axtarmağa davam edirik və az sonra inşallah ki, VIP kanalda sırayla paylaşımlarımızı edəcəyik. Videomuz bu qədər idi dostlarım. Videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Sağ olun, hələlik.